Almanya'nın Deutsche Welle nəşri yazır ki, İranın ali dini lideri Seyyid Əli Xamenei ölkədən qaça bilər və gizlənə biləcəyi yer Rusiyadır, yazır Deutsche Welle. Və yazırlar ki, bütün ölkələrin tərk etmiş liderlər Rusiyada gizləndiyi kimi İranın da ali dini lideri Rusiyada gizlənə bilər. Gerçəkdən İranın ali dini lideri ölkədən qaçar mı? Bu suala cavab axtaraq. İran İsrailin təcavüzünə yetərincə cavab verir. Amma yenə də tam gücün işə salmır. Çünki İran anlayır ki, əgər İsrailin təhdidləri ilə, təzyiqləri ilə Birləşmiş Ştatlar bu müharibəyə qoşulsa, bütün region qan vannasına çevriləcəkdir. Bütün region qana bulanacaqdır. İran əlbəttə ki, nə qədər indiyə qədər yanlış siyasət aparıbsa da, indi İranın lideri çox aydın şəkildə anlayır ki, bu təhlükəli yoldur. Və Netanyahu'nun istədiyi kimi müharibənin arealını genişləndirmək, yeni dövlətlərin bu müharibəyə qatılmasına izin vermək olmaz. Bu bütövlükdə Yaxın Şərqi, Güney Qafqazı çox təhlükəli bir vəziyyətə sala bilər. Üstəlik də nəzərə almalıyıq ki, İranın ali dini lideri nə qədər aqressiv siyasət aparsa da, daxildə öz əhalisini nə qədər dəhşətli sıxsa da, adam siyasəti yüksək səviyyədə bilən bir fərddir. Və bu mənim şəxsi fikrimdir ki, heç zaman İranın ali dini lideri ölkəsindən qaçmaz. Bu təbii ki, İrana qarşı aparılan qaralama, dezinformasiya kampaniyasının bir tərkib hissəsidir. Əlbəttə ki, bu müharibə durdurulmalıdır. Əlbəttə ki, biz Azərbaycan xalqı olaraq İranın ərazisində müharibənin olmasını istəmirik. Heç yarda müharibənin olması tərəfdarı deyilik. Yahudi xalqı da, İranda yaşayan bütün xalqlarda bizə dostdur, bizə yaxındır, qonşuluq münasibətlərindədir. Üstəlik də İranda bizim 40 milyon bacı qardaşımız yaşayır. Biz bu müharibəni istəmirik və qətiyyətlə pisləyirik. Əlbəttə ki, mən yenə təkrar edirəm, İranın ali dini liderinin İranı tərk edəcəyi haqqında söylənləri qəti şəkildə mən qəbul etmirəm. İran sonuna qədər müqavimət göstərəcəkdir. Amma nə yazıqlar ki, dinc əhali öldürülür, dinc əhali qətlə yetirilir. Bunun qarşısı alınmalıdır.